Varovskinin en güzel prestij, en güzel küçədə, ham bildiği, ham arzuladığı yerde Zümrüd bağçasının yanı, enli küçədir, görürsünüz hər tərəfli, Uglavoy hissədə olan villadır. Gözün nuru Varovskinin göbeği, en super yeri. Bu yerde villalar, belə bir villalar çox az sayda çıxır satışa. Deməli, izah edeyim sizə. 4 sot yarımın içindədir, tam kupçalı. Gördüyünüz bütün əşyaların hamısı qalacaq evin içində. Bura birinci mərtəbədir. Həyəti. Bax, belə bir həyəti var. Villaya baxın. Tam ağıllı sistemdir. Həyətdən qaraja da daxil olmaq olur. Qarajı da sizə göstərəcəm. Çox super yığılıb. Su varma sistemi. Tək elə ağacların özünə elə bir 20'ne yaxın pul gedib. Əşyalarla bir yerdə satılır. Birinci mərtəbədə olan tam 60 kvadrat olan zaldır. Gördüyünüz əşyaların hamısı qalır. Zal görürsünüz nə işıqlıdır, pəncərəli. 60 kvadratdır birinci mərtəbədə. Keçək mətbəxə baxaq. Xanımların ən sevdiyi yerə. Budur, xanımların ən sevdiyi yerdir. 30 kvadrat təxmini olar. Mətbəxə birinci mərtəbədə görürsünüz. Birinci mərtəbənin tam böyle güzel, möhtəşəm. Qalxıb düşmək məsələsi. Düşək qaraja baxaq. Qaraja belə bir gözəl pləkanla, ağ pləkanla düşürsünüz qaraja. Bax, belə bir qarajdır. Bax, burada da oturub istirahət eləmək olar. İkinci mərtəbədə olan böyük spaynidən başlayaq. Bura bir qardirobdur. Bax, belə bir spaynisi var. Yataq otağı və TV stand. Və əlbəttə hamam otağı böyük spaynində. Bir yataq otağı da, burada da qardirobla hamam otağı var. Balaca jetski spaynində və yüksək zövlən düzəldilib. Hər bir yataq otağında hamının istəyi kimi hamam otaqları var. Təkrar edirəm sizə. 4 sot yarım, 450 kvadrat, 6 otaq. Tam gördüyünüz əşyalardan bir yerdə. Qiymətini aşağıda yazacağım. Əlbəttə endirim olacaq. Buyurun, istənilən mağazaya gedə bilərsiniz. Baxarsınız.